Gördüyünüz bu ləziz şirniyyat Naxçıvan əyirdəyi adı ilə də məşhurdur. Onu məşhur edən isə o zamandan bu şirniyyat növünün ya təndirdə, ya da neft plitəsində hazırlanması olub. Həm də əyirdək daha tez hazırlandığına və tutumuna görə burada daha çox bişirilib. Ərdək ümumiyyətlə Qazax-Gəncə bölgəsinə də aiddir, amma ən yaxşısı Qarabağlar kəndinə, Kəncəli rayon Qarabağlar kəndinə məxsusdur. Burada hazırlanır. Ərdək ümumiyyətlə bizim milli şirniyyatlarımızdan biridir. Hər zaman bayram süfrələrində olur. Daha sonra ərdək hazırlanıb bizim müharibəyə gedən əsgərlərimiz üçün. Ərdək daha çox çölə gedən çobanlar üçün də hazırlanır ki, onların da yoluna qoyulur. Uzun müddətli yol getdiyi üçün yolda tutumlu yeməkdə istifadə olunsun. Bəs əyirdəyin mənası nədir? Əyirdək südlə yoğrulub, yağda qızardılmış qoğala deyilir. Bu şirniyyat növündən danışarkən hər zaman uşaqlığımızda yaddaşımıza həkk olunan qoğalın nağılı düşür. Qarabağlıların adı ilə özəlləşən əyirdəyin hazırlanması isə heç də çətin deyil. Əridəyi hazırlamaq üçün istifadə olunan ərzaqlar un, yağ, yumurta və süddür. Bunları qarışdırıb yumuşaq xəmir hazırlanır və 1-2 saat acımaq üçün qoyulur, sonra bol yağda qızardılır. Sonra xəmirdən qozdan kiçik kündələr tutulur. Kündə süzgəcin arxasında bir barmaqla elə yastılanır ki, özü burulub rulet kimi aralanır. Yağ dağılandan sonra bu hazırladığımız ərdəkləri tökürük yağın içinə 5-6 dəqiqə belə bişir. Bişdikdən sonra bunları çıxardırıq, isti-isti peçetləyirik. Ondan sonra yeməyə süfrəyə verilir. Əyirdəyin yanında samavar çayı da oldu mu, bax bu olur başqa ləzzət. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərli, APA TV, Naxçıvan.